Bismillah, elhamdülillah, və salatu və salamu alə Rasulillah və bə'd. Sünnədən incilər. Rasulullah sallallahu aleyhi və səlləm vaxtını ən gözəl şəkildə dəyərləndirərdi. O, vaxtının bir qismini ibadətə, bir qismini insanların işlərinə, bir qismini isə şəxsi ehtiyaclarına ayırardı. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm çox Quran oxuyar, həyatını Allahın zikri və itaəti ilə bəzəyərdi. Məclislərində özünə aid xüsusi bir yer ayırmaz, insanların da məclisdə müəyyən bir yeri adət halına gətirib həmişə orada oturmasını xoş qarşılamazdı. Onun məclisində iştirak edən hər kəs özünə dəyər verildiyini hiss edərdi. Rasulullah sallallahu aleyhi və səlləm hər bir insana diqqət göstərər, hər kəsə söhbətindən pay verərdi. Onun məclisləri təvazökarlıq, rahatlıq, elm, irşad və tərbiyə məclisləri idi. Rasulullah sallallahu aleyhi və səlləm onu ziyarət etməyə gələn insanları qəbul edər, çox vaxt salamı əvvəl özü verərdi. Salamlaşarkən qarşı tərəf əlini buraxmadıqca, o da əlini çəkməzdi. Bir şəxs onun qulağına bir söz demək istədikdə, həmin şəxs sözünü tamamlayana qədər Rasulullah üzünü ondan çevirməzdi. Bir kimsəni ziyarət etdikdə qapının qarşısında deyil, sağ və ya sol tərəfində dayanardı. Əssəlamu aleykum deyərək icazə istəyərdi. İcazə verilərsə içəri girər, verilməzsə geri dönərdi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm xəstələri ziyarət etməyə böyük əhəmiyyət verər və bunu müsəlmanların haqq və vəzifələrindən sayardı. Xəstəni ziyarət etdikdə ona ümid verər, halını soruşar, onun üçün dua edər. Bəzən əlini xəstənin alnına və ağrıyan yerinə qoyaraq Allahdan şəfa diləyərdi. Xəstəyə inşallah bu xəstəlik günahlardan təmizlikdir deyə təsəlli verərdi. Xəstəni ümidsizliyə salan və ya ona əziyyət verən sözləri xoşlamazdı. Hətta ölüm ayağında olan xəstələrə belə təsəlli verər, onları Allahın rəhmətinə ümidli olmağa təşviq edərdi. Rasulullah sallallahu aleyhi və səlləm işlərində sağ tərəfdən başlamağı sevərdi. Ayaqqabılarını geyinərkən əvvəl sağ ayağını geyinər. Hər hansı bir məclisə daxil olarkən sağ ayağı ilə addım atardı. Bir şey paylayarkən sağ tərəfdən başlayardı. Bir işə başlayanda Bismillah deyərdi. Ənəs bin Malik radiyallahu anh rəvayət edir ki, bir gün Rasulullah sallallahu aleyhi və səlləm evimizə gəlib su istədi. Mən ona süd gətirdim. O südü içdi. Sol tərəfində Əbu Bəkir radiyallahu anh, qarşısında Ömər, sağ tərəfində isə bir bədəvi oturmuşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm südü içdikdən sonra qabı sağ tərəfində oturan bədəviyə verdi və bununla haqqın sağ tərəfdən başlamaqda olduğunu göstərdi. Rasulullah sallallahu aleyhi və səlləm Allahın razılığı çərçivəsində insanların qəlblərini qazanmağa, onların xətirlərini xoş etməyə və onlarla gözəl şəkildə davranmağa çalışardı. Onun həyatı gözəl əxlaqın, mərhəmətin, təvazökarlığın və insanlara qarşı gözəl münasibətin ən kamil nümunəsi idi. Subhanəkə Allahumma və bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və atubu ileyk.